Salamünaleyküm. Mən Mingəçevir şəhər 13 saylı Körpələr evi uşaq bağçasının tərbiyəçisiyəm. Yəni 30 ildən artıq stajım var. Diaqnostikada 46 bal yığmışam. Yəni YouTube'da mənim məşğələlərim, yəni sözümü deyilmiş bir müəlliməyəm. Bizim bağçada çox özbaşınalıqdır. Dedim ki, biləsiniz, Nyankalar müəllimlərin üstünə qalxır. Hər gün bağçamızda davada, hər gün. Deməli bir Nyankamız var. Onu bir müəllimə, təzə gələn müəllimə. O Nyankanı qovdu, dedim, məni bezdirib. Ki, onu veriblər 2 saat bizə. Məni yazıq eləyir, məni xəstə salıb. Mənim hər gün əsəbimi pozur. Valideynlərin qavağını kəsir, ağlına gələni danışır. Bildiyini eləyir, at oynadır, nə deyirsən deyir, yaxşı eləyirəm. Valla müdürə də deyirsən, ya dediyim müdürümüzə, ya demədin. Eyni şeydir, müdür bir dənə tədbir görmür. Bir dənə tədbir görmür. Sizdən bir ana kimi, az da yaşım yoxdur, bir illərin müəlliməsi kimi xahiş edirəm. Gəlin bu bağçada sakitçilik yaradan, yazığıq, nə olar? Gəlin bu at oynadan Nyankalar var, ana, öz başınalığı. Son qoyun, bizim müdür bağçanı idarə eləyə bilmir. Bir nə olar, bir bilənini çağırın. Yazıqdır bu cəmaat. İnansız içəridə bir cəmi 6-7 uşaq var, 6-7 uşaq. Amma söz-söhbət dayanmır. Ağatdım Təhsil Nazirliyinə, günah məndən getdi. Bugünkü hadisələr sakitləşmişdim. Onu mənə vadar elədi. Qoy gəlib ölçü götürsünlər. Ölməkdir, xırıldamaq nə deməkdir? 10 gündür mənim nervimi heç nəyin üstündə pozurlar. Heç nəyin. Nə dedim ki? Dedim nə olum? Dedim pərdə alsan yaman yaxşı olar qızım. Pərdə də deməmişəm, gün keçirməz. Qoy gəlsinlər. Bir qədər özbaşınalıqdır. Xalqın qaynatasının qabağını kəsib deyir ki, sənin gəlinin tərbiyəsizdir. Gör, bu yeri göyə sığılası söhbət deyil. Zörəl yoxdur, yuxarılar var. Haqq eləyir. O koridorda qalmış deyə, Sevinc onu tullamış deyə şələsini. O koridorda qalanda o bizə haqq eləyir. Gərək biz onu qovaydıq. Sevinç müəllimə, Quliyeva Sevinç müəllimə. Yəni, ayıfdır, yığışdırın bu söhbəti. 7 dənə uşaqdan hara şikayət edirsən sən? Bu dəqiqə mənim ölümüm odur ki, qruppalar bağlanmasın. Özbaşınalıq eləməyin, ağlınıza gələni danışmayın. 7 uşaqdan oturmuşsan, gəlib qruppanı bağlayacaqdır, onda ağlınız başınıza gələcəkdir. 2 adamlarsınız, özünüzü yığışdırın orada. Sən pedagogsan, psixologsan, özünü yığışdır. Valideynin heç nəyi bizə lazım deyil. Dövlət verəndə taxacağıq pərdəni, dövlət verməyəndə taxmayacağıq. 7 uşaqdan oturmuşsunuz, qrupların bağlanmağını istəyirsiniz. Ağlınıza gələni danışırsınız. Hərə hissənib, bu ora şikayət eləyir, o ora şikayət eləyir. Ayıfdır, özünüzü yığışdırın. Nyankalar da özünü yığışdırsın, müəllimələr də. Bəstirin sizinki. 7 uşaq var qruplarınızda. Uşaq yığın qruplarınıza. Mən nə haydayam, bunlar nə haydadır, bir-birlərini qırırlar. Hədə 7 uşaqdan hökumət sizə o boyda maaş verir. Görüm axırınız hara gedəcəkdir, eləyin şikayət. Görüm sizin axırınız hara gedəcəkdir. Hamınızı çıxardacaqlar. 7 uşaqdan maaş verir hökumət sizə. Bir daha deyirəm, axırıncı dəfə deyirəm, özünüzü yığışdırın. Nyankalarda, müəllimlərdə. Başınızı sallayın, insan kimi oturun. Səliqəli gəlin gedin bağçaya. Artıq əski söz lazım deyil o bağçada. Bəstirin sizinki. Bəstirin neyi sizinki? O ondan şikayət eləyir, bu bundan şikayət eləyir. Fikirləşmirsiniz ki, sizin axırınız uçuruma gedir. Bəlkə sizin imkanınız var, bəlkə sizin o qədər imkanınız güclüdür ki, siz bu qədər belə hərəkət eləyirsiniz siz. Şimdi de orada oturmasın, Sevincin evləndir. O nədir mənim qrupamda? Restoran da mənim qrupam, yeməkxana da mənim qrupam. Saat 12-dən çıxır 3-ə qədər. 3-də də rədd olub gedir Nərmingil tərəfə. Xeyr ola. O qədər eybəcər, o qədər hamının zəhləsi gedir ki, Nərmin deyir, nəyə göndər? Heç kim onu yağdırmır, hamı deyir, gəlməsin biz tərəfə. Qalıb Sevincin boyunma. Məndən başqa 8 qrupa var, geçsində niyə mənim qrupamda oturur? Səyətimi eləmişim. Əlimə, özün bilərsən. Özün bilərsən. 7 uşaqdan oturmuşsan. Hökumət sən niyə o boyda maaş verir? Elə şikayətini. Elə. Görüm axırınız hara gedəcəkdir. Yəqin imkanınız var. O qədər sizin yəqin nətər deyim, maddi imkanın o qədər güclüdür ki, sən yediyin çörəyə qarşı orada xəyanət eləyirsən. 7 dənə uşaqdan oturmuşsan sən. Bəsdir səninki. Mağarifdir. Günahım nədir? Mənim günahımı səhvimi de görüm. Valideyn dedi, ay müəllimə, Ramazan ayıdır. Valideynin səsini də atacağım bu dəqiqə tapıb. Sizə nə eləyim? Dedim qızım, gün düşür. İstəsən bizə bir gün keçirməz, pərdə də deməmişəm. Gün keçirməz al. Nə oldu? Bana yaxşı bir baçoku düzəltdirirsiniz. Qorxdunuz elə Məsmədən. Məsmədən qorxusuz, ona görə baçoku düzəltdirdiniz.
Və qanunla deyirsiniz hamısını hökumət eləməlidir. Qoy hökumət də Baçoku düzəltsin də. Bax, məndədir ki, mən niyə sizin qabağınızda dururam ki, qoy qruplarınız bağlanardı, mənim də canım qutarardı, sizin də canınız qutarardı. Mən niyə qoyuram ki, sizin qruplarınız belə davam eləsin? Yaxşı eləyirsən sən mənə, Seviş müəllimə, sən onu yaxşı eləyirsən. Özünüzü yığışdırın, dedim mən sizə. Oy. Həmələ, bu davalar 10 gün susmayan dava nədir? Həmən valideyn, müəllim günündə ibadətin vurdundan gəlsin. İbadətə 10 manat verir, indi 10 manatın yeri görülür. Niyə qoymadın sən 10 manat o mənə verən? Ağlına gələn danışma, müəllimə, yenə sizə deyirəm. Heç kimdən heç nə istəmək lazım deyil. Yenə də deyirəm, dövlətin versə və pərdəni, vəsait versələr taxacağıq, verməsələr cırıq pərdədə oturacağıq. Bizim dərdimiz pərdə dərdi deyil, bizim dərdimiz uşaq dərdidir. Ged uşağını yığ, qrupbanı yığ. O onu dedi, bu bunu dedi. Qutar müəllimə, mənlə söz güləşdirmə, qutar. Af gün döşəyən otağa nə uşaq gələcək? Gələn də deyir götürməyəcəm, gün döşür qrupbaya. Gəlin yazıq tişdirib, dedim qızım, lazım deyil. Evimə tişdirmir, amma hələ bunlar bir nazqoz deyil. Lazım deyil, gətirmə. Niyə kəsib xalqın qaynatasının qabağını? Nə istəyir bu kişilərdən bu? Ümumiyyətcə o bağçada qatı qutu qayıran müəllimə sizsiz. Mən fikir vermişəm. Hamıya yetənə yetirsən, yetməyənə daş atırsan. Bax, o vaxtı da mənə düşdün ki, ay suyu belə eləyirsən. Ay nə bilim, valideynləri mənim üstümə qaldırırsan. Təzə müəllimlər gəlir, onlardan dalaşırsan. Hamısını eləyən sənsən müəllimə. Bax, indiyə kimi demirdin. Bax, uje sən məni cana doydurmuşsan. Bütün davaları eləyən sənsən. Bəli, təzə gələnləri əl atırsan, ondan sonra hamıya əl at. Mən görürəm də, mənə qarşı da sən söyürsən, yəni müəlliməsən, neysən, özünü yığışdır. Söyüşün üstündə adam bir səni nağararlar. Özünü yığışdır. Gün döşür, sənə nə? Sənin evindir ora, hökumətin bağçasıdır. Yenə də deyirəm, inventar veriləcək, taxacam, verməyəcək, taxmayacam. Gün döş, indiyə kimi sən gün döşəmirdi orada. Qutar ey müəllimə, bəhanə gətirmə, qutar. Ged uşaq yığ, ged qrupunu düzət. Müslüman, xalqın kişisinin qabağını niyə kəsibdir? Gəlin evinə niyə söhbət salır? Sən ona niyə bir dənə törmət vermirsə də o dincələ biraz? Sən yox, siz. İbadət, sən də özünü yığışdırırsan, qutara, özbaşınalıq eləməyin, qutarın. Səsimi çıxartmıram, həddinizi aşırsınız ujesiz. Yəni özünüzü yığışdırın. İbadət, sən də özünü yığışdır. Bax, elə eləməyin ki, yəni mən orada bu hərəkətlərə əl atıma. Bax, 7 uşaqdan oturmuşsunuz. Elə eləməyin ki, yəni mən bildiyimi eləyim. Qutarın. Oy. İki adamlarsınız, bəstirin, uşaq cəlb eləyin. Heç kimin bağçasında belə hərəkət eləyən yoxdur. Nə istəyirsiniz ha oradan? Deyəsən, maaşınız bol olub. Deyəsən, işiniz bol olub. Bəstirin da sizin ki. Qoy qara qüvvələri yığışdırıb, qoy qara qüvvələrdən əlləşək da. Nə istəyirsiniz oradan? Deməli qızlar, axşam sizi yoruram. Gəlin gəldi bizə dedi ki, evimi satdığa qoymuşam. Yəni evi satırdı, xalq evini satır, klient axtarır. Mən dedim, xeyirli olsun. Gəlinin bir gün qaynatasına deyib ki, gəlin gəlir burada danışır ki, evi satırıq, mən qaynanəmdən dolanmıram. Gəlin deyir, müəllimə, ən çox mal söz yerildi. Mən həmişə deyirəm, biz mehribanıq, ev ona görə satırıq ki, genişliyə çıxırıq. Mən ha vaxt demişəm o sözü. İnsan görün, ay qızlar, nə qədər, nə bilim, mən ona insan deyəmirəm. İnsana xas olmayan xüsusiyyətlərdir, xalqın evində dava salmaq. Yazıq qız deyir ki, mən bilsəydim, müəllimə, sifrdən ona çıxardı və manat verərdim, başımız bu bəlanı çəkməzdi. Seviş müəllimə, qutar dedim sənə. Sənə dedim, qutar bu məsələni. Uşaq bugün var, sabah yoxdur. Amma siz orada daimi kollektivsiz. Bayramın günüdür. Bəsdir. Ayıb olsun hamınıza. Özünüzü yığışdırın. Bayramın günündə belə qatı qarançılıq salmayın. Qutarın. Uşaq bugün var, sabah yoxdur. Amma siz bir kollektivsiz. Siz bir olmalısınız. Qutar da bu məsələni. Qutar deməkdən mən bu uzadır. Amma qutar da. Sən o boyda mən köməklik eləmişəm. O boyda mən sən cəmaatın qabağında durmuşam səndən ötürü. Bəsdir da, nə istəyirsən, nə vermirsən ala bilmirsən. Qutar dedim bu məsələni.